Salam dəyərli izləyicilər, bugün ən ləzzətli, bol islikli pendirli börəklər hazırlamışam. Siz də bu cür gözəl börəklər hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 5 ədəd un əlavə eləmişəm. Üzərinə yarım xörək qaşığı duz, 1 ədəd ağlı sarılı yumurta və apardığı qədər su. Suyumuz burada otaq temperaturundadır, yəni isti su deyil. Normal elə soyuq su ilə xəmiri yoğururam. Ona görə ki, mayalı xəmir olmadığına görə elə soyuq su ilə yoğursanız kifayət eləyir. Xəmiri çox yoğurduqdan sonra qoyuram bir kənara dincəlsin, hardasa 5 dəqiqə, 10 dəqiqə. İsliyi hazırlayıram. İsliyimiz burada 300 qram duzsuz pendir, 200 qram kəsmik, 50 qram kərə yağı, 200 qram da Holland pendiridir. Süd gəzdən keçirilmiş Holland pendiri. Bunları da yaxşı-yaxşı bir-birinə qarışdırıb qoyuram bir kənara, xəmirimizi kündələyirəm. Deməli, əziz xanımlar, xəmiri hər dəfə çox gözlətməyə ehtiyac yoxdur. Yəni, xəmirimizin tərkibində maya olmadığına görə elə kündələyəndən də sonra vidamızı gözlədirəm. Gözlətməkdə məqsədim odur ki, kündələyəndən sonra həmən yuxanı açmaq çətin olur. Xəmir rezin kimi yığıldığına görə, yəni ona görə xəmiri biraz gözlədirəm. 2 kündəyə ayırıram. Əlimin altında deməli stolun üstündə eləmədiyimə görə mənə 2 kündə daha rahatdır yuxanı açmağa görə. Siz istəsəniz elə bu xəmiri bir dənə kündə eləyib bir kündədən də içərisinə yağı çəkib, yəni qat-qat xəmiri hazırlaya bilərsiniz. Xəmiri kündələyirəm. Yenə hardasa bir 5 dəqiqə, 10 dəqiqə gözlədirəm ki, yuxanı rahat aça bilim. Sonra gördüyünüz kimi yuxanı burada açıram. Deməli, yuxanı çox özümü yorub deyim ki, nə çox nazik yuxa açıram, yox. Normal nazikliyi də burada göstərirəm də sizə qalınlığını, baxın belə. Yuxanı açandan sonra içərisinin yağını çəkirəm. Bizim burada 250 qram yağımız var. Mən bu 250 qram yağı 2 hissəyə bölmüşəm. Yəni, hər bir kündəyə 125 qram yağdan istifadə eləmişəm. Yağı gördüyünüz formada yuxanın içərisinə çəkirəm və kənarlarını üz-üzə qatlayıram. Yəni, bir dəfə yağ çəkdim içərisinə və salam. Ondan sonra təzədən yağdan bir damcı götürüb, bu qatlanmış üst hissələrdəki yağ yoxdur deyə, üst hissələrə yenidən yağı çəkib və hər iki tərəfin üz-üzə qatlayıram. Yəni, 3 qat, baxın, 1 qat. Ondan sonra təzədən bu qatın üzərində biraz yağ çəkib, o bir qatını da üzərinə gətirirəm. Bu formada. Bunu da bükürəm qəşəng salafana, qoyuram soyuducuya ki, yağı biraz möhkəmlənsin ki, mən bunu rahat yaya bilim. İkinci kündəni də eyni qaydayla, eynən birincidəki kimi yayıram və yağlayıram. Əziz xanımlar, yenə də qeyd edirəm ki, siz burada bir kündə eləyə bilərsiniz. Həmən 250 qramlıq yağı da bir kündənin içərisinə, yəni yerləşdirə bilərsiniz. Yağı da burada göstərirəm. Həm belə bıçaq vasitəsilə də yaymaq olar, həm əllə də. Sizə necə rahatdır, o cür yağını çəkə bilərsiniz. Eynən birincidəki kimi yenə qeyd edirəm. O bu üzünü qatlayıram və qalan yağı da qatlanmış hissələrə çəkib 3 qat təzədən yuxamızı qatlayıb qoyuram soyuducuya. Soyuducuda gözləyirəm. Yəni, bunu həmən belə yaymaq olmaz. Yağı sürüşür, elə bil yuxa üst-üstə olanda rahat, səliqəli yaymaq olmur. Ona görə mütləqdir ki, bunu soyuducuda qoyaq, bir damcı soyusun, içərisində yağı bərkisin. Soyuyandan sonra yağı bərkiyib, burada hiss eləyirəm xəmirin ki, yaymaq rahatdır. Sonra çıxardıram soyuducudan, gördüyünüz kimi unu səpərək yuxanı yayıram. Mən burada yuxanı elə formada yaymışam ki, elə bil 4 hissəyə bölürəm. Həm eninə, həm uzununa. Toplam 16 ədəd. Yəni, 2 kündədən mən 32 ədəd börəklər hazırlamışam. Ölçü olaraq sizin özünüzdən asılıdır. Böyük, kiçik, nə bilim, nə formada istəsəniz bükmək. Yəni, sizin zövqünüzdən asılıdır. Yəni, mən orta ölçüdə, gördüyünüz kimi burada ölçüsünün boyunu da göstərirəm. Əlim içərisində, bax, bu boyda hazırlamışam. 32 ədəd bizim börəklərimiz alınıb. İsliyi yerləşdirirəm içərisinə və kənarlarını çox yüngülcə elə birləşdirirəm. Heç birləşdirməsəm də olar, belə əlimlə sıxmasam da olar. Onsuz da belə də açılan deyil. Sadəcə ehtiyata bir damcı belə xəmirin kənarlarını birləşdirirəm və yığıram listimizə. Listə yığandan da sonra, əziz xanımlar, sobanı yandırmışam. Elə bil hazır istidir sobamızda. Qızılmış sobaya ötürəcəm bunu. Üzərinə yumurta sarısı çəkib çörək otunu da səpirəm. İstəsəniz küncüt, çörək otu və yaxud heç bir şey. Yəni, sizin o da zövqünüzdən asılıdır. Ötürürəm bunu
sobaya. Sobanı əvvəlcədən ona görə qızdırmışam ki, bunu sobaya ötürsəm, sonra sobanı elə bir yandıran kimi sobaya ötürsəm, soba qıza-qıza bu xəmirin bütün yağı çıxıb listə gedəcək. Ona görə hökmandır ki, isti sobaya bunu ötürmək lazımdır. Qızmış sobaya da, yəni əvvəldən qızdırılmış sobaya. Alt-üst qızarana qədər bişirirəm və hazır olur. Gördüyünüz kimi çox gözəl börəklər alındı. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.